Sumqayıtda Dağtumasa çəkilən Dağlar sənədli filmi nümayiş olunub. Ekran işi Cəbrayılın Dağtumas kəndindən 3 gəncin vətən uğrunda mübarizəyə qoşulması və şəhidlik zirvəsinə ucalmasından danışılır. Film Qarabağ müharibəsi zamanı şəhid olan, itkin düşən, eləcə də mina qurbanına çevrilən Azərbaycan vətəndaşlarına ithaf olunub. Filmin çəkilişləri Sumqayıt şəhəri, Bakı şəhəri, Sabirabad rayonu, Cəbrayıl rayonunun hazırda öz ərazisində reallaşdırıldı və burada 3 şəhidimiz haqqında, hansı ki biri Hikmət Məmmədov şəhid olub, ondan sonra İlqar Lətifov itkin düşüb və Namiq Şükürov müharibədən sonra mina qurbanı olaraq həyatını itirib. Yəni burada həm şəhidlərimizin, həm itkinlərimizin, həm də müharibə və müharibədən sonraki dövrdə mina qurbanlarını əhatə edən problemlərə toxunulubdur. Azərbaycan xalqı Qarabağda Vətən müharibəsi uğrunda torpaqlarımızın azad olunması üçün böyük bir qəhrəmanlıq və şücaət göstərdilər. Hesab edirəm ki, bax bu qan yaddaşımızın daha da möhkəmlənməsi, daha da güclənməsi baxımından bu cür filmlər çox önəmlidir və gələcək nəsillərə bu yaddaşın daşınması üçün növbəti bir uğurlu addımdır.